Uşaqlarda anus dəliyin atreziyası, anus dəliyin olmaması erkən dövrdə necə diaqnoz qoyulur? Ana bətnində diaqnoz qoyulur. Yoğun bağırsaq həddindən çox genişlənməsi, nəticə etibarilə yoğun bağırsaq mühtəviyyatının axa bilməməsi nəticəsində yığılır. Çünki anus dəliyi yoxdur və geniş görünür. Bu bəzən heç burun xəstəliyində də görünə bilir. Ona görə bunu daha dəqiq diaqnostikası doğuşdan sonra bilinir. Doğuşdan sonra anus dəliyin olmaması vizual görünüşlə anus dəliyi qapalıdır və yaxud öz yerindən yuxarıda və yaxud fərqli bir yerdə ola bilir. Məsələn, qız uşaqlarında açıla bilir. Vaginal hissəyə, vestibulyar hissəyə, oğlan uşaqlarında aralıq və xəyalığın alt hissəsini aça bilir ki, daha ağır formalar isə bulbar uretraya, oğlan uşaqlarında prostat vəziyə, sidik hissəsinə, qız uşaqlarında isə kloaka dediyimiz ki, sidik, nəcis və cinsiyyət yolu hamısı bir boru şəklində olur. Anal atrezi görüldüyü gündən əgər bağırsaqla dəri arasında anal sfinkter məsafə 2 sm-ə qədərdirsə, bir etapda cərrahi icra olunur, bağlanır. Əgər 2 sm-dən çoxdursa, artıq bağırsak kolostoma qoyularaq sonradan 2 və 3 etapda icra olunur əməliyyat, sonra anal repozisiya olunur və kolostoması bağlanır. Ən önəmli və ən ciddi nüanslardan biri anal sfinkterin qorunmasıdır ki, ən önəmli budur ki, gələcəkdə nəcis qaçırma qabiliyyəti olmasın. Təşəkkür edirik.